Onu da qeyd edeyim ki, son olaraq onu da qeyd edeyim ki, bu məsələ öncədən nəzarətə götürülməli idi. Bu kimi uşaqlar nəzarətdə saxlanmalıdır, müalicəsi aparılmalıdır, psixoloqlar tərəfindən bu uşaqlarla söhbət aparılmalıdır. Bugünkü psixoloqlara baxırsınız məktəblərdə, məsələn, bugünkü psixoloqlar 23-25 yaşında psixoloqlardır, gənc xanımlardır. Təbii ki, bunları heç kim eşitməyəcək. O məktəbdə, yenə deyirəm, məktəblərdə bugün kişi qıtlığı var, kişi müəllimlərin qıtlığı yaşanır. Bir çox məktəblərdə bugün kişi müəllimləri yoxdur. Ona görə də bu hadisələr tez-tez baş verir. Məktəblərdə kişi müəllimləri əgər çox olarsa, həmin o məktəbdə oxuyan, deməli, oğlan uşaqlarda ən azından biraz çəkinəcəklər, məsuliyyət hiss eləyəcəklər. Bugün xanım müəllimlərdən heç bir oğlan uşağı çəkinmir. Mən bunu tam səmimi deyirəm. Heç bir oğlan uşağı, həm də ki 10-cu sinif uşağı olasa. Bugün 2-ci, 3-cü sinif uşağına bir söz deyə bilmirsən. Demək mümkün deyil. Ya özü cavabını verir o müəllimənin, qadın müəllimənin, ya da ki valideyni gəlib onu müəlliməni orada susturur. Belə hallar da var. Onda qalsın ki 17 yaşında, 16-17 yaşında uşaq 23-25 yaşında psixoloq gənc xanımı dinləsin. Belə bir şey yoxdur. Belə bir şey yoxdur. Yəni burada yaş nəzərə alınmalıdır. Bir, psixoloqun da yaşı nəzərə alınmalıdır. Bir, psixoloqun da burada hərəkəti və hərəkətsizliyi nəzərə alınmalıdır. İki, və deyək ki, məktəblərdə ən əsas bu dəqiqə problem kişi müəllimlərinin çatışmamazlığıdır. Kişi müəllimləri bugün deyək ki, sayı demək olar ki, yox səviyyəsindədir. Yox dərəcəsindədir bugün. Ona görə də mən yenə də deyirəm, belə məsələlərdə diqqətli olmaq lazımdır. Məktəblərə nəzarət güclənməlidir, mühafizə mütləq qaydada olmalıdır ki, belə hadisələr baş verməsin.